Rusiyanın iştahı neçə dərlər iş altındadır. Postsovet məkanı elə Avropanın özü də ola bilər. Avropada bunu görür, hiss eləyir, amma çox təəssüf ki, o reaksiyanı, lazım reaksiyanı Ukraynaya münasibətdə sona qədər göstərmir. Görünür, elə bu da Putinin siyasətinin bir tərkib hissəsi idi ki, dronları Qərbi Avropa ərazisinə göndərməklə məsələni elədir ki, Ukraynaya olan dəstəyin müəyyən hissəsi artıq özlərinə qayıtdı ki, yəni ki, özlərinin müdafiə qabiliyyətini artırsın Qərbi Avropada. Amma bilməlidir ki, Qərbi Avropada bilirlər də daha doğrusu ki, özlərinin təhlükəsizliyi elə Ukraynadan başlayır. Əgər Ukraynada təhlükə yaranarsa, Ukrayna tamamilə təkcə Donbas ərazisi yox, digər ərazilərdə bütövlükdə Ukraynanın müstəqilliyinə son verilib və yaxud da ki, qondarma bir oyuncaq bir orada Rusiyanın təsiri altında bir hakimiyyət yaranarsa, bu perspektivdə elə Avropanın ölçüsündə böyük bir təhlükə olacaq.